Aylıq qazancımdan obyekt tikirəm ikinci gün. Keçən dəfədən fərqli olaraq bu dəfə əmioğlu əsl usta kimi gəlib. Əvvəlki vloqun rəylərində bir günə sadəcə 4 dənə dirək mi bastırdınız deyənlər, deyəsən dirəkdən əlavə 3 şifrdə vurduğumuzdan xəbərsizdir. Obyektə başlayınca əvvəl usta deyirdi ki, toyuqlara elə bir hin tikəcəm, evdəkilərlə dalaşanda özün də gəlib qala biləcəksən. Tərəzi ilə damın əyriliyini ölçüb, tərəzi əyrit deyəndə bu işdə tərslik olduğunu bilməliydim. İnkar edəndə də deyir ki, bu hində yaşayacaq toyuqların verəcəyi yumurta necə olacaq mənə həqiqətən maraqlıdır. Amma usta məndən fərqli olaraq yaxşı olacağına inanır. İnandığı bir başqa şey isə ingiliscə danışa bildiyi. Hazırladığı qapı kilidindən də olmaz. Yaxşı dirəstələr toyuqlar özləri də aça bilərlər. Obyekt belə qəşəng görsənməyə bilər. Onun üçün balaca bir tanıtım videosu lazımdır. Yaxşı, qəbul edirəm. Musiqi ilə də çox da yaxşı görsənmir. Amma buna da şükür. Ustanın həmişə dediyi kimi ən pisi olmamasıdır. Obyektin yaxşı görüntüsü olmasa da istənilmiş heç olmasa yaxşı adı olsun. Götürdüm ağardıcını balaca fermama ad qoyasaydım, fikirləşdim ki, məndən daha yaradıcı izləyicilər daha maraqlı ad tapa bilərlər. Ad fikirlərinizi rəylərdə gözləyəcəm. Sonda dostlar, aylıq qazancımla aça biləcəyim, hətta tikinti zamanı büdcəmin mənfiyə indiyi Max obyekti bitirdik. Qaldı obyekti toyuqlara arendaya vermək. Odur ki, 3-cü videonu qaçırmamaq üçün bas takibə getsin.